Dəyərli izləyicilər, Reaksiya TV-nin efirində siyasi reaksiya verilişinin canlı yayın buraxılışıdır. Hamınızı salamlayıram və öncədən xahiş edirəm ki, yayımı bəyənib paylaşasınız. Biz bugün əlbəttə ki, gündəmin mövzularını müzakirə edəcəyik, amma bilirsiniz ki, bizə çox saylı şikayətlər də daxil olur, vətəndaş şikayətləri də daxil olur. Bu günlərdə isə bizə redaksiyamıza vətəndaş Zaur Qaraqurbanlı tərəfindən bir müraciət daxil olub. O öz müraciətində müraciət çox böyükdür. Mən lazım olarsa bunu aidiyyəti qurumlara göndərəcəm. Söhbət burada Əmək Müfəttişliyindən və Elm və Təhsil Nazirliyindən gedir. O bildirir ki, onun atası mərhum Ramiz Qaraqurbanlı 50 illik pedaqoji fəaliyyəti olub, 50 ilə qədər əməkdar müəllim olub və 107 saylı orta məktəbin direktor müavini olaraq çalışıb və bu müddətdə 2023-cü ildə, əgər səhv etmirəmsə, mən burada müraciət çox böyükdür. Bunu ümumiləşdirib sizin diqqətinizə çatdırıram. 2023-cü ildə atası xərçəng xəstəliyinə tutulub. Bu həmin yerdədir. Atamın qeyd eləyir ki, 2023 avqust 2024 iyun vəfatına qədər sistemə daxil etməyiblər atasının adını işlədiyi müddətdə. Və indi buna kompensasiya ödənilməlidir. Əmək haqqının 3 misli 2300 manat civarındadır. Adam Elm və Təhsil Nazirliyinə müraciət eləyir. Əmək müfəttişliyinə müraciət eləyir. Deyirlər ki, bizim səhvimizdir, biz onu sistemə salmamışıq. Siz gedin bizi məhkəməyə verin, onda biz bu məsələni həll edərik. Bu adam da deyir ki, mənim elə pulum olsaydı vəkil tutmağa, məhkəmə rüsum ödəməyə, elə bu sizdən niyə istəyirdim ki, o 2300 təxminən o civarda vəsaiti və bu vətəndaşı salıblar get-gələ. Niyə görə? Ki, əgər bu məsələnin üzərindən, vəfatından 1 il keçəndən sonra artıq məhkəməyə müraciət etmək hüququ yaranmır, itir bu hüquq. Mən buradan müraciət edirəm Elm və Təhsil Nazirliyinə, xüsusi olaraq cənab nazirə Emin Əmrullayevə və aidiyyəti digər qurumlara ki, bu məsələ ilə bağlı ciddi araşdırma aparsınlar. Adamların ehtiyacı var və adam neçə illərdir 50 ilə yaxın Azərbaycan elminə xidmət edən bir adama qarşı bunu etmək lazım deyil və həmin Zaur Qaraqurbanlı yazır ki, müəllimə qoyulan hörmət budur, Azərbaycanda ötür-ötür oyunu gedir. Təhsil Nazirliyi mühasibatlıq şöbəsi 8 ay uzatdı, indi də Əmək Müfəttişliyi uzadır. Əmək Müfəttişliyi və Dövlət Sosial Müdafiə nömrələrimi bloklayıblar, deyir. Biz onlara artıq çıxış edib, bu öz haqqımı ala bilmirəm. Biz artıq məsələni burada ictimailəşdirdik, aidiyyəti qurumlara da bu müraciəti göndərəcəyik ki, daha dərindən araşdırsınlar. Deməli, əziz dostlar, dəyərli izləyicilər, məlumunuzdur ki, Amerika ilə İran arasında bir toqquşma yaranıb. Buna toqquşma deyə bilərikmi? Bu toqquşmadırmı gerçəkdən? Trump Amerikanı bombalayacağı ilə bağlı açıq hədələr edir və həmin ərəfədə Pezeşkiyan Azərbaycan prezidenti İlham Əliyevə zəng edir. Və bu zəngin bayramlaşma məqsədi gütdüyü deyilir. Ardından isə dərhal sonra Pezeşkiyanın yaxın günlərdə Bakıya səfərinin gerçəkləşəcəyi ilə bağlı artıq xəbərlər deməli mediada yayılır. Biz bu və digər mövzuları müzakirə edəcəyik. Turan Hərəkatının başqanı Cahandar Bayoğlu ilə sizdən də xahiş edirəm ki, aktiv olun, yayımı bəyənin, paylaşın. Eyni zamanda öz fikirlərinizi yazın. Bizim qonağımıza da suallarınız olarsa, o sualları da ünvanlaya bilərsiniz canlı chat bölümündə. Hər vaxtınız xeyir Cahandar bəy, xoş gəldiniz. Xoş gördük Zaur bəy. Hər kəs salamlayıram, başarılı yayınlar diləyirəm. Cahandar bəy, deməli, gəlin elə oradan başlayaq. Mən artıq bu məlumatları sizə dedim. Eyni zamanda bilirsiniz ki, Almaniyanın prezidenti İrəvanda idi. Oradan bir əski parçası bayrağın, qondarma rejimin bayrağını paylaşmışdı və Azərbaycan dərhal buna etiraz etdikdən sonra onu sildi, üzr istədi və bugün Bakıya gəldi. Bakıda bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını qeyd elədilər. Daha sonra cənab prezident İlham Əliyevin Qarabağla bağlı, Ermənistanla sülh məsələsi ilə bağlı onun yanında dəqiq nöqtələrlə fikirləri ifadə edildi. Mən şəxsən o mətbuat konferansına baxıb bir daha yenə öz dövlətimizlə qürur duydum ki, biz hər yerdə, lazım olan yerdə sözümüzü kəskin şəkildə də deyə bilirik. Buyurun. Zaur bəy, birinci Amerika-İran münasibətlərindən danışırıq. Bəli, danışaq. Sonra gəlin qəbul eləyək ki, Amerika-İran arasında gərgin qarşıdurma yoxdur. Amerika sadəcə bölgədə dovşan araba ilə tutmaq istəyir.
Onun məqsəd və niyyətləri var. O məqsəd və niyyətlərini gerçəkləşdirmək üçün bölgədə olan ayrı-ayrı dövlətlərin və millətlərin iradəsini kullanmaq istəyir. Biz bu başdan bir cümlə işlədirik. Azərbaycan və Türk iradəsini heç kim kullana bilməz. Yəni bunu istəyərdim biraz bizim üçün açasınız. Siz necə kullanmaq istəyir Amerika? Bugün mən Azərbaycan sektorunda, media sektorunda bütün sosial şəbəkələrdə baxıram. Amerika İranı dağıdacaq. İran məğlubiyyətə gedir. Azərbaycan dövləti yaranacaq. Nə bilim, ayrı-ayrı fikirlər səsləndirirlər. Adama sual verirlər hər kəsə. Azərbaycan dövləti Azərbaycanda yaranacaqsa, o Amerika-İran gərginliyi ilə yaranacaqsa, o bizə lazım deyil. Azərbaycan dövləti Azərbaycanın və Azərbaycan türklərinin iradəsi ilə yarana bilər. Və bugün İran Fars Molla rejimindən Amerikanın yeni bir siyasi oyunları varsa bizi kimsə kullana bilməz. Bizim gücümüzdən kimsə yararlana bilməz. Bizlə sadəcə anlaşa bilərlər. Bizlə masa arxasında oturub müzakirə apara bilərlər. Ki bizim belə bir niyyətimiz var. Siz burada nə təklif edirsiniz və bölgənin dizayn edilməsini, özəlliklə İran adında Azərbaycan məsələsi müzakirə olunursa, bizi kimsə kullana bilməz. Biz Ukrayna deyilik. Hansısa dövlətlə toxuşaq, sonra da arxamızdan qaçsınlar. Sonra da biz çöllərdə qalaq. Sonra da biz ayrı-ayrı güclərin ehtiyacını hiss eləyək və onlara yalvarmağa başlayaq. Biz o millət deyilik. Hər halda bizim dövlət iradəsi də, dövlət belə deyək. Mən hər halda Azərbaycan dövlətdən danışmıram. Siyasətdən, aparılan siyasətdən danışıram. Yox, təbii ki, bunu istəyir Amerika. Təbii ki, bunu istəyən ayrı-ayrı qüvvələr var. Təbii ki, bu qarşı durmadan İran içərisində olan Fars faşizmində ayrı-ayrı niyyətdə olan adamları var. Və eyni zamanda Quzey qonşumuz maraqlıdır. Avropa dövlətləri maraqlıdır. Bundan yararlansınlar. Biz də təbii ki, Azərbaycan məsələsini gündəmə gətirib, Azərbaycan adına, Azərbaycanın dövlət və milli maraqları adına biz öz proyektlərimizi ortaya qoymalıyız, Zahir bəy. Bugün Amerikanın İranla, İranın Rusiya ilə, İranın Avropa dövlətlərindən problemləri ola bilər. O problemlərin çözülməsi bizim milli maraqlarımıza qarşıdırsa, biz o problemlərin çözülməsində iştirak edə bilmərik. Mən ondan danışıram. Və ona görə də bugün İran adlanan Azərbaycanda xoş gəlimli sözlər, Güney Azərbaycan dövləti, nə bilim, ayrı-ayrı ifadələrə dalınca qaçıb, ayrı-ayrı güclərin əlini oynayanlar var ha. Onlara deyirəm ki, heç kim Azərbaycana dövlət qurmaz. Heç kim Azərbaycanın güclənməsini istəməz. Hər kəsə kukula Azərbaycan lazım ola bilər. Azərbaycan güclənməsini istəyən Azərbaycandır, böyük Türk millətidir, Türk dövlətləridir. Bu bizim maraqlarımıza uyğun gəlir. Aydındır. Pezeşkiyan Bakıya gələcəyini artıq açıqladı. Sizcə Pezeşkiyan Bakıya niyə gəlir? Yəni ilk gündən o dəvət olunmuşdu. Biz arzu edirdik ki, ilk səfərini Azərbaycan edər. Əlbəttə, burada da anlaşılandır ki, mən bir məqamı istəyirəm tamaşaçılarımız da bilsin. Və bəzən bilməməzlikdən, savadsızlıqdan adamlar var ki, Əli Xameneyini rəhbər kimi qələmə verirlər, dini rəhbər kimi. Əli Xameneyi İran dövlətinin prezidenti səlahiyyətlərini həyata keçirən dövlət başçısıdır. Dövlət başçısıdır, bəli. Bu vilayəti fəqiqdir də. Bəli. Yəni vilayəti fəqiq nədir? İslami hökumətin lideri. Onu da demək istəyirəm ki, yəni Pezeşkiyan özü öz qərarlarını verəcək şəxs deyil. Demək ki, indi Əli Xameneyi razılıq verib Pezeşkiyanın Bakıya gəlməyinə. Nəhayət ki, biz İranı çözməyə başlayırıq. Bəli, bax ona sizin bu yanaşmanız, verdiyiniz sualla mən çox sevindim. Dəfələrlə proqramlar aparmışıq, hər zaman
bir yerdən ən azı sualdan narazı qalırdım. Amma bu sualınızı mükəmməl bir sual kimi dəyərləndirdim. Buyurun. Təşəkkür edirəm sizə. Gerçəkdən də bugün Pezeşkiyanın Azərbaycana sevgisi, Azərbaycana şəxsi baxışı, Azərbaycan məsələsi onun tutduğu postla, mövqe ilə təbii ki, uzlaşmaya bilir, uzlaşmır çox zaman. Orada ciddi bir sorun yaşayır, özü də yaşayır, biz də yaşayırıq. Bu ayrı bir mövzudur. Bugün Pezeşkiyan Azərbaycana gəlmək haqqında qərar veribsə, təbii ki, dövlət verib. Bəli. Ki, sən Azərbaycana get, görək, niyə eləyirik. Amma təbii ki, Pezeşkiyan bunu sevə-sevə qəbul edir. Bunu İbrahim Rəisi olsaydı ağız bürüzərdi. Bir hilə və fırıllaq işlətməyə çalışardı. Bunu Ruhani də belə istəyərdi, Hatəmi də, Əhməd Nicat da, amma gəldi axı, rəisi gəldi. Mən demədim ki, dövlət qərar verirsə, hamısı gələcək. Amma Pezeşkiyan bunlardan fərqlidir. Yəni ürəkdən bunu istədi. Artıq Pezeşkiyanın xoşu gəldi ki, nəhayət mən istəyənlər baş verir deyək. Belə yanaşırıq. Təbii ki, bugün bu qərara İran Fars Molla hakimiyyətinin gəlməsi artıq onların özünün durumunun o qədər yaxşı olmamağından qaynaqlanır. Bir. İkinci də böyük türk millətinin və Azərbaycan adına gücdən bugünkü rejim yararlanmaq istəyir. Görür ki, bunun ən yaxın arkadaşları yeri gələndə bunları sata bilər. Mən Rusiya timsalında deyirəm. Bəli. O bildi ki, Ukrayna məsələsində Trump və Putin arasında gedən danışıqlarda İranın indiki maraqlarına qarşı hər an Rusiya bir mövqe sərgiləyə bilər və Rusiya İranı istənilən zaman sata bilər. Bu artıq bir təhlükəni rejim hiss etməyə başladı. Və eyni zamanda güc sahibi olan Çin də nə qədər iqtisadi gücü olsa da əskəri və ictimai hərəkətlənmədə İrana dəstək ola bilməz. İrana ən azından texnoloji dəstək verə bilər. Hətta maddi yardım göstərə bilər. Amma İran adlanan Azərbaycanda bugün Fars rejiminə silahlı güc, fiziki güc verə bilməz. O ruhu və o duyğunu onlara verə bilməz. Və o toplumda rejimə qarşı olan sevgini yarada bilməz. Bu da təbii ki, Fars rejimi, bugünkü Molla cildində olan Xamneyi və onun çevrəsində olanları ciddi sürətlə narahat edir. Və eyni zamanda Fars rejimi onu da gözəl bilir ki, İranı neytron bombasından da yıxmaq olmaz. İranı yıxacaq bir güc var. O da böyük türk millətinin iradəsi. İranda Fars rejimini, qəsb olmuş türk hakimiyyətini yenidən qaytarılmasını həyata keçirəcək bir güc varsa, o da böyük türk millətidir. Bunu artıq hər kəs dərk etməyə başlayır. Bunu Fars rejimi də başa düşdüyünə görə, təbii ki, biz dekabr ayında, yadınızda da Aralıq ayında hesab edirdik ki, Pezeşkiyanın Bakıya bir səfər ola bilər. Bu haqda mən bir açıqlama da vermişdim. Onun nədənləri var idi. Bu, təbii ki, bölgədə və dünyada gedən siyasətlə bağlı olaraq uzandı. Bir 3 ay gecikdi deyək. Amma bugün bu gerçəkləşir. Bu gerçəkləşmənin içərisində həqiqəti biz axtarmalıyıq, Zaur bəy. Və bu həqiqəti gerçəkləşmənin və prosesin bugün baş verməsinin nədənlərini araşdırmalıyıq. Bax, tamaşaçımız maraqlı bir sual verir. Ənnağı Nurəliyev deyir ki, maraqlıdır ki, Azərbaycanlı prezidentlər öz aralarında hansı dildə danışacaqlar? Abi, bu məsələn artıq müzakirə eləməyə ehtiyac yoxdur. Niyə? Bəli. Bugün artıq İran adlanan Azərbaycanda əyalət liderləri, yəni o standartlar belə deyək, Pezeşkiyana məktubu türkcə yazırlar. Elə mi? Bəli. Artıq o günü Şərq Azərbaycan o standartı məktubu yayıldı, məktub türkcə idi. Və bu da təbii ki, Fars faşizmin çox narahat eləmişdi. O haqda geniş bir təpkilər oldu, amma vız getdi. Bugün Pezeşkiyanın da o şey yoxdur. Sərhədi yoxdur ki, onu eləsin ya eləməsin. O, əksinə, bugün Xamneyinin özü də maraqlıdır ki, Pezeşkiyan türk dilində danışsın. Çünki türk amili Pezeşkiyana lazımdır.
Xamneyə lazımdır. Türk amili, Azərbaycan amili birlikdə Xamneyə lazımdır. Yəni rejimi qoruyub saxlamaq üçün. Biz bunu niyə onu istəyir? O təbii ki bizi çox maraqlandırır. Bu baxımdan da Pezişkiyanın Bakıya səfəri və eyni zamanda mənə elə gəlir çox qısa zamanda baş tutacaq. Açıqlamadan mən onu gördüm və mən Pezişkiyan və İlham Əliyev arasında olan danışığı Pezişkiyanın ilk səhifəsindən oxudum. Özünün və Sayın Əliyevin rəsmini qoyub paylaşım eləmişdi ki, telefon danışığımız oldu. Telefon danışığında bayram təbriklərimizi dilə gətirdik və qısa zamanda Azərbaycana səfərimlə bağlı fikir mübadiləmiz oldu, dedi. Bəli. Bu da ondan xəbər verir ki, çox yaxın zamanda Pezişkiyanın Azərbaycan Cumhuriyyətinə, belə deyək. Çünki İran da Azərbaycandır, Azərbaycan Cumhuriyyəti də Azərbaycandır. İran adlanan Azərbaycandan, Tehran şəhərindən Azərbaycan Cumhuriyyətinin baş şəhərinə gələcək. Belə doğru ifadədir. Bu gəliş təbii ki, bütün danışıqlarda ola bilsin ki, bəzi danışıqlarda onu tam bilmirəm, amma mən Pezişkiyanın türkçə danışacağını tamamilə, nəinki ikili görüşdə türkçə, mətbuat konferansında türkçə keçirəcək. Açıqlamalar türkçə olacaq. Yəni o qədər. Ola bilsin ki, hansısa bir fars jurnalisti sualı farsça versin, o farsça açıqlama versin. Amma genəldə ona ünvanlanan türkçə sualların hamısına türkçə cavab verəcək. Bu çox vacib məsələdir bugün İran üçün. Və eyni zamanda Pezişkiyan da özünün bugünkü statusuna və İranın möhtac olduğu gücə bir əminliyi var və bilir ki, Tehran fars faşizmi artıq Azərbaycan və Türk amillərinə söykənmək istəyir. Buna görə də siyasətlərində daha əminli bir mövqe sərgiləyəcək. Və bu baxımdan da biz açıqlama vermişdik, xatırlayırsınızsa, deyirdik ki, getdikcə zaman Pezişkiyanın xeyrinə işləyir. Zaman Pezişkiyanın mövqelərinin güclənməsinə işləyir. Və bu zaman Pezişkiyanın mövqelərinin güclənməsi nəhayət İranda bir türk gücünün siyasi hakimiyyətini tam mənada ələ keçirməsinə gətirəcək. Biz o prosesi dövr yaşayırıq. Və bu baxımdan da mən hesab edirəm ki, Azərbaycan və Türk məsələsinin İranda bu qədər vacib bir amilə çevrilməsi İran adlanan Azərbaycanın siyasi coğrafiyasının qorunmasına və Xamneyi və çevrəsi özünün siyasi təminatlarının əldə etməsi uğrunda bir mübarizədən başqa bir şey deyil. Bugün Xamneyi daha çox çalışır ki, vilayəti fəqiq olmasa belə dini bir post yerində qalsın. Daha dövlətin başçısı kimi deyil, dini bir amma nüfuzu olan bir dini lider kimi qalsın. Dövlətin idarəçiliyində iştirak etmədən bütün indiki vilayət fəqiq statusunda olan gücünün böyük bir qismini Cumhurbaşqanı Pezişkiyana versin qanunlarla və İranda dini liderin statusu olan, amma dövlət başdan başa Cumhurbaşqanı tərəfindən idarə olunan, İranın bütün güvənlik strukturları və qurum və quruluşları Cumhurbaşqanına tabi olan bir cumhuriyyət meydana çıxsın. İran İslam Cumhuriyyəti deyil, təbii ki, o adda müzakirə oluna bilər. Turan Cumhuriyyəti, məsələn üçün, müzakirəyə çıxa bilər. Və eyni zamanda deyək ki, Təbriz Cumhuriyyəti də deyə bilərlər müzakirələr əsasında, amma bu adlar dəyişəcək. Amma təbii ki, biz də çox istəyirik ki, İran adlı Azərbaycan bütövlüyünü qorusun. Biz deyirik ki, İran başdan başa Azərbaycan deyiləmi? Başdan başa bir Azərbaycanda yeni bir Türk Cumhuriyyəti elan olunsun. Burada bütünlük məsələsində biz fikirlərimiz üstə düşür. Amma yanaşma və onun gerçəkləşmə məsələsində çox fərqli düşüncələr var. Bir çoxsu hesab edir ki, İran İslam Cumhuriyyəti olaraq qalsın. Və eyni zamanda hətta tarixi İran coğrafiyası onlara birləşsin, biz daxil. Bu fikirlər var. Və tarixi bir İran dövləti adı altında bir bütünləşmə olsun.
Amma təbii ki, bu bir yanaşmadır. İranda bunu istəyənlər var. Hətta Pezişyan da bu fikrin tərəfdarı da. Seçki kampaniyasında bu fikirlərə böyük önəm verib. Tarixi İran torpaqları yenidən İrana birləşməlidir. Bu Pezişyanın seçki proqramıdır, Zaur bəy. Biz nə deyirdik? Deyirdik, tarixi Azərbaycan torpaqları bütünləşməlidir, doğru mu? Doğru. Burada Böyük İran və Böyük Azərbaycan məfkürələr arasında davadan danışa bilərik artıq biz. Biz bu coğrafiyada olan dövlətimizin bütünləşməsi uğrunda mübarizəyə artıq İran adlanan Azərbaycanda olan 70 milyonluq nüfuzumuzla, millətimizin övladlarla bir yerdə 10 milyon Azərbaycan Cumhuriyyətində olan bizlər və Azərbaycanın ən yaxın yanında duran, onun arkadaşı, arkasında duran güc Türkiyəmiz bu məsələlərə çox həssas yanaşmalıyıq ki, biz böyük İran deyənləri böyük Azərbaycan deyənlərlə əvəzləyə bilək. Pezişyan böyük İran deyil, Pezişyan bir zaman gəlməlidir, böyük Azərbaycan deməlidir. Biz onun davasını aparacaq. Biz təbii ki, bugün Pezişyanın Türk olduğuna görə, Türk şamilinin İran adlanan Azərbaycanda söz sahibi olduğunu, vaciblinin ortada olduğu bir zamanda həm də siyasi coğrafiyamızın, dövlət yapımızın necə olmasını da modelini ortaya qoymağı bacarmalıyıq. Artıq Azərbaycan dövləti, Azərbaycan Cumhuriyyətinin elmi potensialı, siyasi potensialı bu yöndə köklənməlidir. Bu yöndə bütün proqramlarını və siyasi hədəflərini müəyyənləşdirməlidir. Ona görə də biz bütöv İran deyənlərlə Pezişyan hələlik, onun lideri də arxa bağçada bu fikrin arxasında duran Xamneyi idi və o elitadır. Onlarla üz-üzə duran Azərbaycan Cumhuriyyəti dövlət olaraq bizlərik. Biz bütöv Azərbaycan deyirik. Coğrafiyamızın bütünlüyü uğrunda mübarizə aparır. Ən azı İran adlanan Azərbaycanda olan Türk dövlətindən Azərbaycan Türk Cumhuriyyətinin bir ilkin olaraq konfederativ birliyindən danışa bilərik. Zaman zaman inteqrasiyamızı gerçəkləşdirə bilərik. Bu davanın peşindəyik. Onlar da bizi özlərinə birləşdirib İranlaşdırmaq, yəni İran dövlət olsun, amma təbii ki, dövlət dili türk dili olsun. Biz də türküyük, onlardan da imtina edə bilməzlər. Çünki dövlətin sementosu türk şamilidir, Zaur bəy. O olmadan darmadağın dağıla bilər. Onlar da türk adına möhtazdır. İran Türk Cumhuriyyəti də yazdırmaq istəyə bilərlər ki, İran adında qoy. Hətta İran Türk Cumhuriyyəti deyərlər ki, həm İran olsun, həm də deyək ki, nə olsun, türk sözü də orada olsun. Yetər ki, o bütünlük qorunsun. O davanı da bugün düşünənlər var. Siz dediklərinizdə mən istəyirəm bir əlaqə tapım da. Axı, orada təkcə türk amili öndə deyil. Orada həm də Kürdlər, Bəluçlar, Ərəblər, onlar da axı öz Zaur bəy, bugünkü İran adlanan Azərbaycanın bütün coğrafiyasında çoxunluq türkdür. Özdə alt çoxunluqdan söhbət gedir. Ki orada nüfuzun %70'in üstündə türkdür. 85 milyon nüfuzun 70-65 milyona yaxını türkdür. Siz dediniz Fars milləti 12 milyondan çox deyil. Kürt 3 milyon civarındadır Zaur bəy. Bəluçlar, Sistanlar bir yerdə 3 milyona yaxındır. Türkmən səhrada yaşayan türkmənlər 7 milyona yaxındır Zaur bəy. Türkmən də elə türk deyil. Yox, hələ türkmənləri tək deyirəm. Biz Məşhəd kimi tanıdığımız Xorasan eli başdan başa türkdür Zaur bəy. Qaşqay türkləri 5 milyon, 6 milyon, 7 milyon civarındadır Zaur bəy. İndi burada bir məsələ var, Candar bəy. Mən də sizi çox nə mənada deyirəm. Biz bütün bölgələrdə çoxunluqdayıq. Mən başa düşürəm, amma bu illər ərzində, bu inqilabdan sonraki illər ərzində bunlar o qədər zoraki assimilyasiya həyata keçiriblər ki, oradakı türklər bəzən öz türk olduqlarını bilməyənlər də var. 1992-ci ildə türk məktəblərinə daha çox övladlarını qoymaq istəyənlərin hamısı keçmiş Komünist Partiyasının böyükləri idi. Biz də Azərbaycancıyıq, eşidirsənmi? Uşaqlarımızı rus dilində oxutdurmuruq. Komünist Partiyasının biletini yandıranlardan danışıram ha, meydanlarda. Həmin adamlar boşluq yaranan dövlətin əleyhinə çıxdılar. Amma biz elə güc göstərməliyik ki,
artıq boşluq yaranıb, kimlərinsə o boşluqdan faydalanmasına imkan verə bilmərik. Biz güc amili olandan sonra Zahir bəy, o özünə dünənə kimi fars deyən türklər var, ha. Avtomatik dərəcələr nə danışsa, biz türkdən də böyük türk mənəm, dədəm də hansısa sülalənin nümayəndəsidir, ömür boyu hakimiyyətdə olmuşuq. Görəndə oradan nələr çıxacaq? Mən filan dövlətin qurucusu mənim babamdır, filan dövlətin qurucusu bizik. O yüzden Zahir bəy, burada proses mahiyyətindən biz danışırıq. İndi gəlin ondan danışaq ki, Amerika İranda nə etmək istəyir? Biz onu müşahidə edirik ki, Amerika İranda bir rejim dəyişikliyi etmək və hal-hazırda onun əlində olan, onun dirijor çubuğu ilə oturub duran Rıza Şah Pəhləvinin oğlunu İrana qaytarmaq istəyir. Pəhləvidir, Məhləvidir, ondan sonra xalq mücahididir, Avropada olan, Amerikada olan Azərbaycan dərnəkləri var, ha Zahir bəy. Onların hamısına bir quş. Onlara niyə? Hamısına bir quş. Bizim Güney Azərbaycan dərnəklərində deyirsiniz. Hamısı elə, onlarla bir iç-içədir də. Komeli ilə, PKK ilə, Şahçı ilə, ondan sonra xalq mücahidlərindən çox iç-içədir də. Onlardan nə çıxacaq ki? Ya da Amerikanın kukulasıdır, ya da Avropanın kukulalarıdır da çoxsu. Var, 2-3 nəfərdən başqa adam var. Kimlər məsələn? İndi o 2-3 nəfəri deyim, hamı özü, 2-3 nəfərdən başqa deyim ki, hamı özünü orada hiss eləsin, heç olmasa rahatlasınlar. Adlarını çəkəcəm, belləri qırılacaq da. Yox da, onda biz xalqı niyə alladırıq ki? Nəhəcə, deyirəm 2-3 nəfərdən başqa da, qalan 10 nəfəri yıxsalar bilsin ki, onun 2-sindən başqa qalanlar idi. Onu da deyəcək ki, biri mənəm. Hə, o biri deyəməz. Çünki Komelenin, PKK-nın toplantısında hamısının rəsmləri var. Eşidəcəmmi? Heç kim ala dənməz. Azərbaycanımız güneyində olan gənclik var, ha. Kimin nə ilə məşğul olduğunu, kimlə bir yerdə durduğunu, nə etdiyini hamı bilir. Ən azından Zahir bəy, kim bilir, bilirsinizmi? İran adlanan Azərbaycan var, ha, İranda. Onun arxivi var, o arxiv bizdə olacaq. Bu arxivdə çıxmayacaq ki, filan dərnəyin başqanı kimlə bir yerdə olur. İranın öz arxivi bizə işləyəcək, Zahir bəy. Ona görə Avropada olanlar İranın bütöv İranın Azərbaycan olmasını istəmirlər. Niyə? Və eyni zamanda Tehranı da istəmirlər. Bilirsiniz niyə? Bilirlər arxiv çıxanda onların adları oradan çıxacaq ki, bunlar kimdir? Onun öz cilidlərini, dərilərini qorumaq üçün Azərbaycanın yarısından çoxsunu satmağa hazırdılar. Biz də onlara deyirik ki, Tehrandakı arxiv Böyük Türk millətinin dövləti olacaq. O arxiv tək 100 illiyin arxivi deyil, Zahir bəy. O arxivdə Qacarların, Afşar Nadirin, Səfəvilərin və bütün Azərbaycan dövlətlərinin tarixi oradadır. Bütün dövlət arxivimiz orada, tapımız orada yerləşir, Zahir bəy. O tapını biz ələ keçirməliyik. O tapını biz ələ keçirəndə görəcək, Amerikada, Avropada oturanlar kimlərə kukulalıq eləyiblər. Və onlar da Azərbaycanın gələcək taleyində heç zaman iştirak edə bilməzlər. Ya da o tapı ələ keçəndən sonra onlar Azərbaycan dövlətin kukulaları kimi dövlətə xidmət eləyəcəklər. Nəsə bir şey... Hər kəsə mesajım aydın və netdir, Zahir bəy. Bu yüzden də biz İran adlanan Azərbaycanın başdan başa özümüzün olduğunu və orada nəinki siyasi nüfuz sahibi olduğumuza göre yok, hem de fiziki nüfuz bizim olduğuna göre biz o torpaqlarda kurulan dövlətin mayasını və gələcəkdə quruluş fəlsəfəsini elə tənzimləməliyik ki, o dövlət Azərbaycan Cumhuriyyətindən bir yerdə kısa zamanda 10 il, 15 il ərzində tam mənada birləşə bilsin. Hər iki tərəfdən olan toplumumuz həm birləşirik, biz bu dövləti gücdən qurmuşuq, şəhid vermişik. Niyə birləşməliyik? Öz Azərbaycanımızdan danışırıq. İran adlanan Azərbaycanda qurulan İran adlanan Azərbaycanda qurulan böyük Türk dövlətindən bir yerdə olmaq üçün. Bir yerdə ola bilər, necə ki Türkiyə ilə bir yerdəyik. Zahir bəy, İran adlanan Azərbaycan Türk dövləti. Bir də Azərbaycan birləşmək istəyir, gəlsin bizə birləşsin. Biz bir yerdə deyirəm olmaq istəyirik. Nə bizə birləşsin, ya biz hər yerdə ayrımçılıq eləyirik. O mənə birləşsin, mən ona birləşim. Mən deyirəm, bizim birləşməyimizdən söhbət gedir. Birləşmə də kimsə gedib kiməsə birləşmir. Parlament müzakirə aparır.
qanunlar çıxır, yasalar çıxır, müzakirələr aparır. Biz görsək ki, mən, sən söhbəti hələ gedir, o deyir, yox, mən, yox, sən, onda deyir, hələ gözlə, yetişməyibsən. Yetişəndə deyəcək, tamam, gəlin birləşək, anladın mı? Bu cür ayrımçı məfkürələr, düşüncələr, suallar olana qədər birləşə bilmərik. O zaman hər iki tərəfdə, onlar bizlər, siz, biz, söhbətləri götürüləndə, hamı bir ağızdan biz deyəndə biz birləşəcəyik. Təbii ki, bugün birləşməyimiz hələ baş verməyəcək, çünki hələ olar bizlər, düşüncəsi var. Hələ də ayrımçılıq edənlər var. Yox, soydaşlarımızdır, biz həmişə onları müdafiə edirik, amma məsələn, bura istəyirsən gəl. Çünki artıq burada bir dövlət gələnəyi var. Biz birləşdik, sən deyəcəksən ki, onlar bizə birləşdi. Onlar da desin ki, onlar bizə birləşdi. Nə fərq eləyəcək ki? Sən elə həmişə deyəcəksən ki, siz bizə birləşdiniz. Yox da, yəni bizim bir dövlət gələnəyimiz var, dövlətçiliyimiz var, dövlətimiz var. Zahir bəy, sizə mən bir şey deyim, bizim Azərbaycan dövləti 1925-ci ildə qəsb olunub, doğrumu? 21-də. 25-ci ildə. Mən Güneydən danışıram. Hə, Güneydən. Təbriz dövlətindən, Qacar dövlətindən danışıram. Bəli. 21-ci ildə Azərbaycan Cumhuriyyətində qurulan dövlət işğalda olan bir ərazidə qurulub, düzdürmü? 18-20-ci ildə. Bəli. Onun dövlət ənənəsi Çar Rusiyası dövründə darmadağın dağılıb da. Bəli. 25-ci ildə qəsb olunan Qacar dövlətinin tarixi Azərbaycan ənənələri oradadır da, burada deyil ki. Arxivimiz, tapımız oradadır da, burada deyil ki. Amma indi onda tamaşaçımız yazır ki, onları da deyir, Rus, İngiliz daşıyıb aparıb, belə bizi Güneydən izləyən tamaşaçımızdır. Hardan bilir? Bilmirəm, Amir Piyanist adında bir tamaşaçımızdır, Güney Azərbaycan. İndi yəqin deyir ki, bu Avropadakılar narahat olmasın, elə bilsinlər ki, arxiv burada deyil. Və burada deyir ki, Təbriz mənim canımda, Bakı axan qanımda. Deməli, birlik məfkürəsidir da. Bəli. Biz də deyirik ki, biz birləşək, işləyirsənmi? İstənilən kəndimizi paytaxt eləsinlər, mən razıyam. Bir kənd, istənilən kənd yox, Zahir bəy. Elə götürsünlər, püşt atsınlar, hansı açıqsa oranı mərkəz elan eləsinlər. Yetər ki, Azərbaycan bir millət olaraq, bir dövlət olaraq ortaya çıxsın, varlığını ortaya qoysun. Bəli, bütöv ayrımçı məfkürələr, danışıqlar, dillər götürülsün. Təbii ki, bugün Azərbaycanın ədəbiyyatı, tarixi Azərbaycan Cumhuriyyətindədir, doğrudurmu? Dərsliklər buradadır, düzdürmü? Deməli, bu il biz 100.000 kitab çap eləyiriksə, onu da çap eləyəcək 50 milyon da. Mənim bayaqdan dediyim odur da, deyirəm, buradadır da, burada olmalıdır. Mən deyirəm, tap oradadır, arxiv oradadır. Amma burada da çox şey var ki, biz buradan oraya, oranı da oradan bura daşımalıyıq ki, qaynaşma geçsin da. İnsanlar da qaynaşsın da. İndi orada da insanlar var, bizə Şirəvi deyir. Güzeyl, Şimallı deyir, düzdürmü? Buradakılar Cənublu deyir da, belə ayrımçılıq 200 ildə formalaşdıra biliblər də. O tay, bu tay deyənlər var, düzdürmü? Bunlar hamısı ideoloji, siyasi məsələlərdir. Biz elə bir məfkürə ortaya qoymalıyıq ki, millətimiz ona ortaq sahiblənsin. Biz də o yüzden deyirəm ki, Zahir bəy, biz Azərbaycanın quzeyində artıq Makron belə dedi, Trump belə elədi, illərlə, aylarla onu müzakirə eləməməliyik. Biz Azərbaycanımızın gələcəyinin oturuşmasında və formalaşmasında İran adlanan Azərbaycanda qurulan Türk dövlətinin anayasasının necə olması, orada olan dövlət quruluşunun Azərbaycan Cumhuriyyətində olan dövlət quruluşundan uyğunlaşdıranda hər iki tərəfdə hansı dəyişkənlik iləri edilməsi vacibdir və eyni zamanda dərsliklərimizin tarixi baxışımızın dəyişməsində yeni metodologiyaların ortaya çıxması haqqında düşünməliyik, yazmalıyıq, pozmalıyıq, araşdırmalıyıq. Bizim Elmlər Akademiyası ya ümumiyyətlə sıfırlamalıdır, tərkib dəyişməlidir və bütün elmi potensialımız bu yönə sərf olmalıdır, Zahir bəy. Mən ondan danışıram. Biz o zamana gəlmişik. İstəməsək də bu o zamana gəlmişik. İndi siz baxarsınız. Pezeşkan bir dənə şeirdə də hamı sevinirdi, eləmi? Nə qədər insanların üzü gülürdü. Pezeşkan belədir. İndi Pezeşkan buraya gələndə də mövzu olacaq, düzdürmü? İndi düşünün ki, Sayın Əliyev Təbrizə gedir. Və indi düşünün. Və Sayın Əliyev də orada bir Təbrizim şeiri deyir. Çox ciddi anlamadım. Və bu duyğu, kövrəlmə, ağlaşma,
və bu millətin bir bütünlüyündən xəbər verir ki, biz ondan danışırıq. Bunun qarşısına kim dura bilər? O vətən xainidir. O bu millətdən deyil. Biz o günləri təsəvvür etdikcə, Zaur bəy, içimiz köyrəlir, duyğularımız dəyişir, yenilənirik, düzdürmü? Və o baş verəndə necə oluruq? Əgər o baş verəndə ona qarşı çıxacaq kimsə var ha, o kimdir? O kim ola bilər? Bu millətin düşməni, düzdürmü? Ona görə də məsələləri köklü həll eləməliyik, Zaur bəy. Köklü yanaşmalıyıq. Bu baxımdan da mən hesab edirəm ki, bir də Zaur bəy, sizə bir şey deyim. Siz əslən ədəbilisiniz, eləmi? Bəli. Azərbaycanın quzeyinin sizin xəbəriniz var, %70-i ya ata tərəfdən, ya ana tərəfdən Azərbaycanımızın güneyinə bağlıdır, bilirsinizmi? Bəli. Xoydan, Urmudan, Təbrizdən, oradan gəl. Hətta Azərbaycanımızın güneyində çox sayılı insanlar var ki, ya Bakılıdır, ya Qarabağlı, bilirsinizmi? Bəli. İrəvandan gedənlər var. Bu millət orada da, burada da hamı bir-birindən qarışıqdır. Hamı 100 il, 400 il, 500 il bir yerdə yaşayan Azərbaycan türkü siz buralarda tapa bilməzsiniz. Bu baxımdan da bizim həm o tarixi yaddaşımız, ailə bağlılığımız belə, məişət bağlılığımız belə bir-birinə hissədir. Bunu imperiyalar ayıra bilmədi, Zaur bəy. Şəhriyar Heydər Baba şeirini yazanda və onu bizlər Azərbaycan Cumhuriyyətində dinləyəndə hər kəsin hönkür ağlamadı mı? Bəli. Bəxtiyar Vahabzadə Gülüstan poemasını yazanda anlayış olmayan insanlarda da yeni bir duyğu əmələ gəlib. Doğrudurmu? İnsanlar dəyişib. Ki bu nədir? Hayda, hər şey. Mən əskər idi olanda Sovet dövründə bir dənə əskər hərbi xərtə keçdi qabağıma. Gördüm İranın xəritəsi var. Oraya yazılıb Şərqi Azərbaycan, Qərbi Azərbaycan dedi. Bu nə danışır? Nə Azərbaycan? Hisslərə baxın. Yaşayan bir tarixdə biz ayrı-ayrı coğrafiyalarda görün hansı hisslər yaşamışıq. İndi onun siyasi müstəvidə həllinə başlayırıq. Təbii ki, ən çətin dövr indidir. Biz bunu sistemləşdirməliyik, dövlətimiz buna hazırlaşmalıdır. Millətimizin bütün ümumilli psixoloji durumunda biz yenilik eləməliyik. O dövrə insanlarımızı hazırlamalıyıq. Həm o tərəfdən, bu tərəfdə ki, ortaqlaşmaya biz gedək. Ayrımçılıqların hamısını dağıtmalıyıq. Ayrımçılıqların hamısı düşmən əməlidir. Onlar içimizdə yaradıb, biz də onları hamısını darmadağı dağıdacaq. Biz birlik və bütünlük uğrunda mücadiləyik. Biz Türk dünyasının birliyindən danışırıq. Türk dünyasının birliyi də Azərbaycanın birliyindən keçir. Azərbaycan bir olmasa Türk dünyası bir ola bilməz. Tamamilə haqlısınız. Əziz dostlar, dəyərli izləyicilər, istəyirəm siz də fikirlərinizi yazasınız. Eyni zamanda yayımı bəyənib paylaşmağınızı xahiş edirəm. Candır bəy, Türkiyədən söz düşmüşkən, qardaş Türkiyəmizdə, can Türkiyəmizdə baş verən hadisələrin də şərhini sizdən almaq istəyirəm. Və mənim üçün maraqlı olan odur ki, deməli, son günlər Devlət Bahçeli, MHP Genel Başqanı görsənmir, qəzetə müsahibəsi dərc olunub və müxalifət də bunu müxtəlif cürə eleştirir. Devlət Bahçelinin xəstə olduğu deyilir, vəziyyətinin yaxşı olmadığı deyilir və s. və axır. Sizin fikriniz necədir bu haqda? Biz Türkiyə dövlətinə güvənirik. Türkiyə dövlətinin atdığı addımları müzakirə edilməsinin tərəfdarı deyirik. Bəli. Ayrı-ayrı partiyaların qərarları, açıqlamaları müzakirə oluna bilər. Zaur bəy. Bəli. Dövlətin qərarı, dövlətin tali yüklü məsələlərində müzakirə olunmur. Bugün Dövlət Bahçəlinin sağlıq məsələsini gündəmə gətirilmək üzərindən siyasət yapmaq doğru deyil. Əxlaqi cəhətdən də doğru deyil, siyasi cəhətdən də doğru deyil, dövlət anlayışımızdan da doğru deyil. Dövlətimiz bugün Sayın Dövlət Bahçəlinin sağlığını nəzərə alaraq, bəli, Millətçi Hərəkat Partisinin gücünü, potensialının dövlət üçün nə qədər yararlı olduğunu fikir mərkəzinə çəkərək bir siyasətin içərisindədirsə, bu siyasətə biz sayğılıyıq və Sayın Bahçəliyə də sağlıq durumundan bağlı Allahdan şəfalar diləyirik. Amin. Dövlətimizin varlığı bizim üçün önəmlidir. Biz hesab edirik ki, Zaur bəy, biz yaşadıq da yaşamadıq da bütün potensialımız dövlətimizin güclənməsinə sərf olunmalıdır. Əlbəttə, dövlətimiz yaşasın. Biz inanırıq ki, tarixi şəxsiyyətlərimiz bugün həyatda yoxdur. Amma onların adları, varlığı, mücadiləsi, keçmişi
bugünkü dövlətimizin formalaşmasında, millətimizin milli fikrinin formalaşmasında nə qədər rol oynayırsa, biz bu gün də tarixi şəxsiyyətlərimizə o cür sahib çıxmağa da bacarmalıyıq. Bu tarixdə böyük Türk imperatorları, Türk sərkərdələri bugünkü milli fikrimizin formalaşmasında, dövlətçilik ənənələrinin oturuşmasında bizə nə qədər genetik kod verirsə, biz ondan yararlanırıqsa, çağdaş dövrümüzdə və orta çağ dövrümüzdə olan bütün siyasi hərəkətlənmələr bizim bütün dünya görüşümüzü formalaşdırırsa, indiki dövrdə olan siyasi hərəkətlənmələr də doğru və düzgün dəyərləndirilib, millətimizin naminə, dövlətimizin qüdrətlənməsinin naminə hər hansı bir aşağılayıcı və hər hansı bir yanlış fikri səsləndirə bilmərik və fikirlərin də səslənməsinin qarşısındayıq. Bəli. Buyurun. Deməli, Candır bəy, əvvəldə dediyim kimi Almaniya prezidentinin Bakı səfəri. Steinmeier. Bəli. Bu, Almaniyada bilirsiniz, siyasət dəyişir də. LGBT gedir. Artıq Schulz gedir. Getdikcə Almaniyada və Avropada milli dövlətlər qurulacaq. Bu, küresel mafiyanın kuklalığından çıxacaqlar. Almanya milli dövlət quruculuğuna başladısa, təbii ki, böyük Türk dünyasından Almaniyanın işbirliyi üst səviyyə gələcək. Fransada bundan sonra dəyişənliklər baş verəcək. Fransada da Macron Le Pen'i tutturdusa, dəyişən dünya Macron'u dəyişəcək. Artıq Fransada da Macronlar gedəcək. Mən indi Le Pen'lərin gələcəyindən danışmıram. Fransada da devrim olacaq. Küresel mafiyanın kuklası olan bir Fransa artıq olmayacaq. Bunun kimi Avropa dövlətlərinin hamısı dəyişəcək. Mən hesab edirəm ki, Avropa dövlətləri Meloni liderliyində bir İtaliyaya çevriləcək hamısı. Necə ki, bugün İtaliya Meloni liderliyində qürurlu bir dövlətdir. Türk dünyasından çox sıxı ilişkilərdədir. Və eyni zamanda LGBT dünyasına qarşıdır. Bilirsiniz də qadağalar qoyub da hamısına. Bəli. Və Avropanın bütün dövlətləri mənəvi və əxlaqi dəyərlərə sahib olan milli iradəyə söykənə dövlətlərə çevriləcək və küresel mafiyanın sığınacağı yer olsa ancaq Çin ola bilər. Çin qalacaq. Çində məhkumlaşacaqlar. Onda da LGBT dünyası hər yerdə Çinin bayrağını LGBT ilə bir əgər qalacaqlarsa qaldıracaqlar. Mən hesab edirəm ki, onlar da qalmayacaq. Bugün dünyada əslində küresel mafiya ilə milli iradələr arasında bir savaş gedir. Milli iradələr küresel mafiya qalib gələcək, Zahir bəy. Amerikada gəldi. Trump qalib gəldi. Amerikada getdikcə nüfuzlarını itirirlər. Və nəhayət Avropada da nüfuzlarını itirəcəklər. Siz baxarsınız, Türkiyədə olan LGBT müxalifəti də gedəcək hamısı, qalmayacaq. Çox elə bilirlər ki, kimlərsə qalacaq, o Cumhurbaşqanı olacaq, bu olmayacaq. Türkiyənin siyasəti də dəyişəcək. Türkiyədə çox saylı partiyalar deyil, bir neçə güclü partiya qalacaq. Mən hesab edirəm ki, Türkiyədə bugün AK Parti, Millətçi Hərəkat Partisi və bir neçə parti birləşə bilir. Bir siyasi partiya olur. Onsuz da ittifaqdırlar da, İttifaqlar partiləşəcək, mən gördüyüm qədər. Təbii ki, bu ittifaqın içində Hüdapar, Mübapar var, onlar Xosunbay olacaq, o heç. Amma deyək ki, Cumhuriyyət Xalq Partisi Dem Partisi ilə birləşə bilir, amma mərkəz kadrolar %100 dəyişməklə. Bunun yanaşı Gələcək Partisidir, Deva Partisidir, bunlar da olmayacaq. Və üçüncü bir millətçi güc artıq Türkiyədə meydana çıxacaq. Bu da hər halda mən düşünürəm ki, bugünkü İyi Partinin və bütün partilərdən olmayan və bütün partiləri qəbul eləməyən Türk millətçilər də yeni bir siyasi partiyada birləşəcəklər və üç güc olacaq. Mərkəz güc, AK Parti və digər milli iradəyə qəbul edən, bugün millətin davasını aparan bir güc mərkəzi, bir də sola çəkən,
yeniləşmiş CHP və digərləri, yeniləşmiş CHP, bir də sağda daha radikal millətçilik yürüdən üçüncü bir güc. Bu Türkiyənin dizaynı belə olacaq. Eyni zamanda həmin dizayn Azərbaycana gələcək. Yəni, oradan gəlməyəcək. Bəli. Yəni, burada siyasi hərəkətlənmə və dünya siyasətinə uyğun olaraq prosesdən danışıram. Azərbaycanda da 2-3 partiya artıq sistem olacaq və bu günə kimi tanıdığınız və qeydiyyatda olan 26 partiya var. Onun 24-ü, 23-ü artıq olmayacaq. Azərbaycanda da siyasi təmərküzləşmə başa çatacaq və bunların heç birinin içərisində LGBT anlayış olmayacaq. Küresel mafiyanın kuklaları olmayacaq. Milli iradəyə sökənən yeni dövlət məfkurəsinin daşıyıcıları olacaq. Buna görə də biz siyasətin gələcək taley haqqında düşünəndə biz bu cürə düşünməliyik və digər tərəfdən Zahir bəy, biz bütünləşməyə gedən bir milləti, doğru mu? Bəli. İran adlanan Azərbaycan, Azərbaycan Cumhuriyyəti, doğrudur mu? Bəli. Burada milli iradə qabaracaqmı? Hər hansı bir sol, belə eləyənlər, eşidirsinizmi? Burada şətəli yeriyə bilməz. Mümkün deyil. Bununla üstündə nə baş verir? Türk dünyası inteqrasiyası və küresel bir güc. Yeni dünya idarəçiliyində masada başda oturan bir güc, böyük Türk iradəsi. O da Türk dövlətlərinin birliyi, Türk toplumlarının bir güc mərkəzi ətrafında birləşməsi, Türk dünyasının ortaq təşkilatlanması. Bu güc də təbii ki, kim istədi, istəmədi, Türk iradəsini, milli iradəni tələb edir və mən də bu mücadilədə Quzey Qafqaz xalqlarını və Quzey Qafqaz respublikalarını özümüzdən ayrı qəbul etmirəm. Kimdən asıl olmayaraq Quzey Qafqaz respublikaları Türk dünyasının bir parçasıdır. Azərbaycanın bir parçasıdır. Biz bir yerdə olacaq. Bununla yanaşı çox sayılı, bugün təsəvvür etmədiyimiz dövlətlərdə bizimlə yaxın olacaq çox sayılı dövlətlərin olacağını görəcək. Artıq Ukraynada Ukraynaların peçenek Türk, Hristiyan peçenek Türklər olduğunu yazırlar. Doğrudur mu? Bəli. Bununla yanaşı baxarsınız Zahir bəy, Rusiyanın içərisində nüfusun %70 özünü Türk sayacaq. Hər halda biz gələcək Rusiya bir Türk dövləti kimi də təsəvvür edə biləcəyik. Orada da Türk amili güclənəcək və ola bilsin ki, ən azı yaxın 20 ildə Rusiya dövlət kimi qalacaqsa, o dövlətin dövlət dili Türk dili olacaq. Bunu da hər kəs belə görməlidir. Avrasiya başdan başa bir Türk gücünə doğru gedir ki, dünya yenidən yapılananda Afrikadan tutmuş ən ucqar yaşayış məskənlərində insanlıq qalib gəlsin. Artıq əzilənlər deyil, təhqir olunanlar deyil, dünyada insanlıq yaşasın. Çox sağ olun Candar bəy. Bir məlumat var, dəyərli izləyicilər, əziz dostlar. ABŞ prezidenti Donald Trump may ayında Səudiyyə Ərəbistanına səfəri zamanı Suriya lideri Əhməd Əşşarı ilə görüşəcək. Bildirilir ki, iki liderin danışıqlarını Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman təşkil edib. Geri gəlmişkən Candar bəy, bunu da soruşum, sonra verilişimizi yekunlaşdıraq. Deməli, Suriya hökumət formalaşdırıldı, kabinet. Bu kabinetdə türkmənlər yer almadı. Buna sizin münasibətiniz necə? Zahir bəy, Türkiyənin bugün Suriyada həm Tartus bölgəsində, həm də Palmira bölgəsində Türkiyə artıq dünya dövlətlərinə mesaj göndərib, Suriya dövləti də təsdiq edib. Türkiyənin hava və quru üsləri qurulur da bir çox bölgədə. Ən azı 5 bölgədə üslər qurulur. Söhbət Azərbaycanda ona nə deyirlər? Rus dilindən götürüblər hər halda. Nə deyirlər üslərə? Siz deyin, mən tərcümə edeyim. O üslər qurulur. Yəni hərbi bazalar. Bəli. Amma bilirsiniz ki, Palmirada qurulan üs Amerikanın Almaniyada olan, Ramişdeydə olan üstündən çox böyük olacaq. Biz Türkiyə başdan başa bugün bir Türk nüfuzunda olduğu bir zaman təbii ki, könül çox istəyər ki, bakanların bir onu Türk olsun. Amma biz hələlik caydırıcı qüvvələrin bakanlıqlarda təmsil olunmasını faciə kimi dəyərləndirməməliyik.
Suriyanın bütünlüyü bizim hədəfimizdə olduğuna görə belə xırda məsələlərə çox da qapılmamalıyıq, Zahir bəy. Bu gün hər kəs bilməlidir ki, Suriyanın ordusu %70-80 türkdür. Bunu hər kəs belə bilməlidir. Silahlı qüvvətlər, komutanlar türklərdən ibarətdir, Zahir bəy. Bu baxımdan da Suriyada bir ərəb dövlətinin qurulması bizim hədəfimizdir və o bölgədə böyük Türkiyəmizin siyasi, əskəri iradəsi söz sahibi olmağa tam mənada haqq edir və o formalaşır. Belə bir durumda bizim milli duyğularımızı kimsə istismar edib, kimə və nəyəsə qarşı qoya bilməz. Çox sağ olun. Candar bəy, təşəkkür edirəm, minnətdaram gəldiyiniz üçün və maraqlı fikirlərinizi səsləndirdiyiniz üçün. Dəyərli izləyicilər, bir son dəqiqə məlumatı daha var, yoxsa yox, deyil, son dəqiqə deyil, elə bildim manşetdə gördüm. Tamam. Belə, bugünlük bu qədər. Sabah yenidən efirlərimiz davam edəcək. Yayımı bəyənib paylaşın. Eyni zamanda burada səslənən fikirlər haqqında aşağıda videonun rəy bölümündə öz fikirlərinizi yazmağı unutmayın. Sağ olun.